Deməli uşaqlar, bir dəqiqə. Dünənki sınaq imtahanıdır. Birinci suala baxırıq. Bu şəkildə təsvir olunan bitki hüceyrəsi haqqındadır. Bir dəqiqə. Şəkildə təsvir olunan bitki hüceyrəsinin hansı rəqəmlə verilən orqanelləri sitoplazmadan iki membranla ayrılır. Deməli, biz bilirik ki, 3 sitoplazmadır, bax bu. Sitoplazma orqanel deyil, bilirik. 4 nüvədir. Sonra gəldik. Bu gördüyümüz göy rənglə göstərilən bu vako oldu. Qırmızı ilə göstərilən bu mitoxondridir. Yaşılla göstərilən də plastidlərdir. Biz də bilirik ki, iki membranlı orqanoidlərə aiddir mitoxondri və plastidlər. Ona görə cavab olur 2 və 5 olur C bəndi. Bunu başa düşməyən var. Keçdik. Çiçəkli bitkinin nömrələnmiş hissələri ilə bağlı yanlış fikri müəyyən edin. 1 çiçəkdir, gördüyümüz kimi. 2 yarpaqdır, 3 gövdədir, 4 isə kökdür. Deyir ki, birinci hissədə həm meyvə, həm də toxuma başlanğıc verən hissəyə rast gəlinər. Bəli, birinci hissədə çiçək də əmələ gələr, meyvə də əmələ gələr. Deməli, 1 doğrudur. İkinci hissənin əsas funksiyası fotosintez və suyu buxarlandırmadır. Bəli, ikinci yarpaq bu funksiyanı yerinə yetirir. Üçüncü hissə kök və yarpaqları bir-birinlə əlaqələndirir. Bəli, gövdə kök və yarpaqları bir-birinə əlaqələndirir. Dördüncü hissənin əsas funksiyası ehtiyat qida toplamaqdır. Biz bilirik, kökün əsas funksiyası su və suda həll olunmuş mineral maddələri sormaqdır. Ona görə bu yanlışdır. Cavab olacaq D variantı. Növbəti hissəmiz ətirşah bitkisində təsvir edilən çoxalma formasında istifadə edilən orqan növünün yeraltı şəkil dəyişməsi deyil. Bu gördüyümüz ətirşahdan qopardılan zoğdur. Soğanaqdakı soğanaq. Biz bilirik, bu zoğun şəkil dəyişməsidir. Çayırdakı kökümsov yenə zoğun şəkil dəyişməsidir. Kartofdakı yumru yenə zoğundur. Georgindəki yumru isə bu, deməli, kökün şəkil dəyişməsidir, kök yumrusudur. Ona görə cavab olur D variantı. Növbəti hissəmiz Müəllim, burada Bəli. üçüncü sualda B mən çayırdakı kökümsüz yazmışam. Amma beşinci sualda amma orada deyir ki, hanım, çayırın yeraltı şəkli dəyişməsi gövdədir. Gövdədir də, kökümsov zoğun şəkil dəyişməsidir, gövdədir də. Zoğ, gövdə eyni şeydir də. Müəllim, müəllim, səhv gəldi. Tamam. Dördüncüyə baxdıq. K, L, M müvafiq olaraq dişicik, yumurtalıq və yumurtacıq sayı olarsa, hansı qrafik qarğıdalı bitkisinə aid edilə bilər? Biz bilirik ki, mən sizə demişəm, hər zaman dişicik sayı bərabərdir nəyə? Yumurtalıq sayına. Yəni, hər zaman K-nın sayı bərabərdir nəyə? Elə. K-nın sayı elə bərabər olan A deyil, B də, C də deyil. D də deyil, cavab B-dir. Və qarğıdalı bitkisinin də meyvəsi bir toxumlu olduğuna görə o da bərabərdir nəyə? M-ə. Ona görə cavab olur B variantı. Növbəti hissəmiz cədvəldə verilmiş fikirlərin düzgün ardıcıllığını doğruysa D, yanlışdırsa Y ilə müəyyən edin. Noxud və çiyələk bitkisi sadə yarpaqlara malikdir. Noxudun da, çiyələyin də yarpağı mürəkkəbdir. Ona görə birinci olacaq yanlış. Çayırın yeraltı şəkil dəyişməsi gövdədir. Bəli, çayırın yeraltı şəkil dəyişməsi gövdədir. Yasəmən gicitkan bitkilərinin yarpaq düzülüşü qarşı-qarşıyadır. Bəli, qarşı-qarşıyadır. Və moruq və itburnu ot bitkilərinə aiddir. Moruqla itburnu kol bitkilərinə aiddir. Bu şəkili olan hansıdır? Cavab A variantı. Keçdik 6-cı sual. Düzgün fikri müəyyən edin. Şəkildəki
Bu gördüyümüz sadə yarpaqdır. Sadə yarpaq necə damarlanıb? Torvari damarlanıb. Ona görə cavab olacaq C variantı. Gəldik 7-ci suala. Yarpaq hüceyrəsində 16 xromosom olan bitkinin bir toxumlu meyvəsi əmələ gələrkən mayalanmada iştirak edən yumurta hüceyrə və bütün hüceyrələrin xromosom sayı neçə olar? Əvvəlcə buna bir dənə izah verim. Diqqətlə qulaq asın. Yadda saxlayırsınız. Yarpaq hüceyrəsi, kök hüceyrəsi, gövdə hüceyrəsi fərq etməz deyirsə, o dəqiqə yazırsınız 2n. C dəqiqə. Bir dəqiqə. O dəqiqə yazırsınız 2n. Burada yarpaq hüceyrəsi deyib, diploiddir, yəni 2n o dəqiqə yazmalısınız. 2n-i nə ilə işarələyib? 16 ilə. Və yadda saxlayırsınız, yumurta hüceyrə n olur. Demək ki, n neçə olacaq? 8. Mayalanmada iştirak edən hüceyrələr hansılardır? Biz bilirik, bir yumurta hüceyrədir, bir mərkəz hüceyrədir, 2 dənə də nədir? Spermidir. Əgər yumurta hüceyrə 8-dirsə, mərkəz hüceyrə onun 2 qatı olur həmişə. Deməli, neçədir? 16-dır. 2 dənə sperminin hər biri yumurta hüceyrəyə bərabərdir. Yəni, biri 8-dir, o birisi də 8-dir. Bu da neçə eləyir? 16. Bunları cəmlədiyimiz zaman neçə eləyir? 40. Deməli, yumurta hüceyrə neçə oldu? 8. Bunlar neçə oldu? 40. Ona görə cavab olur A variantı. Keçirik növbəti hissəmizə. 8. 8-də deyir ki, yalnız şəklə istinad edərək nömrələnmiş bitkilərin hansı və ya hansıların meyvə əmələ gətirə biləcəyi fikrini irəli sürmək olar. Yadda saxlayırıq ki, hansında çiçək varsa, ondan meyvə əmələ gələ bilər. Bu gördüklərimizdə çiçək var. Ona görə 2-ci, 4-cü və 5-ci cavab olur C variantı. Keçdik. 9-cu sual. Canlı noxud toxumlarının düzəlmə prosesinə müxtəlif amillərin təsirini araşdıran şagird ağzı açıq, yəni ağzı açıq o deməkdir ki, onun içinə hava dolur. Qabdakı, aşağıdakı təcrübəni aparmış, lakin heç bir toxum cücərməmişdir. Gördüyümüz 10 sez dərəcə yaş pambığın 10 sez dərəcə temperatur var. Yaş pambığın içərisinə toxum qoyublar, noxud toxumu. Burada da 20 sez dərəcədir və quru pambığın üzərinə noxud toxumu qoyublar. Birinci və ikinci qablardakı toxumların cücərməsinə mane olan amilləri müəyyən edin və burada görürsünüz ki, lakin heç bir toxum cücərməyib. Birincidə müvafiq olaraq deyəndə həmişə görürsən birinci və ikinci qabda birinci qab budur, ikinci qab budur. Yəni cavabı da ona ardıcıl olaraq seçməlisiniz. Birinci qabdakı cüzərməməyə səbəb temperatur ola bilməz. Temperatur var. İkinci B variantında rütubət də ola bilməz. Rütubəti var. Hava da ola bilməz. Hava var. Deməli, nə ola bilər? Temperatur ola bilər. Yəni, üzr istəyirəm. Kifayət qədər temperatur olmayıb da o mənada. İkinci gördüyümüzdə isə nə ola bilər? Ola bilər rütubət. Çünki rütubət olmayanda təbii ki, düzərə bilməz. Görürsünüz, burada 20 sez dərəcədir. Bunda 10 sez dərəcədir. Deməli, birincinin düzəlməməsinə səbəb temperaturdur. İkinciyə səbəb isə nədir? Dediyimiz rütubətin olmamasıdır. Növbəti hissəmiz bu gördüyümüz verilmiş çoxalma forması ilə bağlı mütləq doğru fikri müəyyən edin. Bir dənə bitkidir, birinci bu bitkidən. Bir dənə götürürlər zoğ, zoğu bastırırlar digər dipçəyə, dipçəkdən yeni bitki inkişaf edir. Yadda saxlayırıq, qeyri-cins çoxalma zamanı əmələ gələn fərqlər valideyn fərqindən eyni olur. Yəni, ikinci bitki birinci bitki ilə eyni şeydir. İkinci bitki genetik olaraq birinci bitkidən fərqlənir, səhvdir. Birinci və ikinci bitkilər kök sistemləri eynidir. Bəlkə birinci bitki toxumla çoxalmışdı. İkinci bitki də vegetativ yolla çoxalanda birinci bitki nə ola bilər? Mil. İkinci bitki nə ola bilər? Saçaqlı. İkinci bitki dəqiq saçaqlı olacaq. Bunun variantı yoxdur. Birinci isə mil də ola bilər, saçaqlı da ola bilər. Bəlkə elə birinci bitkinin özü də əvvəl bunun kimi hansısa bitkidən çoxaldılıbdır. Burada da bizə deyir ki, mütləq doğru fikirləri seçin. Demək ki, ikinci mütləq doğru bir şey deyə bilmərik. Üçüncü, hər iki bitkidə
kök sistemində mövcud olan kök sayı eynidir. Yəni bu mütləq deyə bir şey yoxdur. Ola da bilər, olmaya da bilər. Dördüncü, bir valideyn fərdin iştirakı ilə gedir. Bəli, bir valideyn fərdin iştirakı ilə gedir, düzdür. İkinci, bitki formalaşan zaman ilk olaraq gövdəyə bilavasitə birləşən köklər yaranmışdır. Bəli, gövdəyə bilavasitə birləşən kök əlavə kökdür. Əlavədən də çıxır nə? Yan kök. Cavab olacaq 2, 4, 5. Cavab D variantı. Müəllim, orada birinci sualda müəllim. Orada axı genetik olaraq fərqlənmə xanım. Birinci toxumlandı, ikinci Genetik olaraq genar. bilsən, genetik olaraq fərqlənir bilsən nə deməkdir? O deməkdir ki, birinci bitkinin genotipindən ikinci bitkinin genotipi bir-birindən fərqlənir. Aydındır? Yəni bitki olaraq fərqlənir, yəni o mənada. Müəllim səsiniz getdi. Hə, başa düşdük Rəşid. Bax, mən sizə belə bir şey deyim. Ümumiyyətlə, sən tutaq ki, baxın, gələn imtahan başqa bir şəkil qoya bilərlər. Məsələn deyirəm, belə bir dənə şəkil qoyub tutaq ki, məsələn deyirəm, yarpaq. Bax, bu bənövşə bitkisidir, tutaq ki, bu bənövşə bitkisidir. Bundan bir dənə yarpaq qoparırlar. Bax, bu yarpağı qopardırlar. Gətirirlər, bu dipçəyin içində əkirlər. Buradan yeni bitki əmələ gəlir. Bax, bu bitki ilə, birinci bitki ilə, ikinci bitkinin genotipi eyni olur. Genetik cəhətdən eyni olurlar. Bu siz nəyə oxşuyur? Bizim qolumuzun, əlimizin, barmağımızın genotipi ilə üzümüzün dərisinin genotipi eynidir də, yəni eyni adamıq. Elə bil ki, bu da onun hissəsidir, hissəsini çoxaldıblar. Başa düşdük? Müəllim, Rəşid. Canlıların daxili quruluşunu öyrənən elm hansıdır? Baxın, burada gördüyümüz embriologiya rüşeym öyrənir, fiziologiya funksiyanı öyrənir. Gigiyena bilirik, bilmirik daha doğrusu. Gigiyena sağlamlıq və istirahətin qanuna uyğunluqlarını, həmçinin gigiyenik qaydaları öyrənir. Anatomiya isə nə öyrənir? Daxili quruluşu məlum məsələdir. Gəldik bu birisi suala. Sual işarəsi ilə işarələnmiş orqanel haqqında hansı fikir yanlışdır? Bax, bu gördüyümüz deyir ki, elə bir orqanel seç ki, bu bitki hüceyrəsi üçün düz olsun, heyvan üçün səhv və ya əksi. Hüceyrə tənəffüsü zamanı oksigen qazından istifadə edən orqanoid ola bilər. Bəli, yəni bu mitoxondri ola bilər. Bu düzdür. Səhvi bizdən istəyir. İkinci, fotosintez zamanı karbon qazından istifadə edən orqanoid ola bilər. Karbon qazından istifadə edən bitkidə olur. O da xloroplastdır. Ona görə cavab olur B variantı. Zülal sintezində iştirak edən dəyirmi cisimcik formasında olan orqanoid ola bilər. Yəni bu ribosomdur, bu da ola bilər. Canlılardan bütün aləmlərində rast gəlinən orqanoid ola bilər. Bəli, məsələn ribosom ola bilər. Ona görə yanlış cavab B variantıdır. Hüceyrələrində irsi məlumat daşıyan strukturları membranla sitoplazmadan ayrılmayan, membransız, yəni burada bilirik ki, bakteriyada membranlı orqanoid yoxdur. Yəni nə varsa membransızdır. Ona görə cavab burada C variantı bakteriyalardır. Milana, başa düşürsən bunları? Bəli, müəllim, müəllim. mən 12 sualda Hə. orada mən stoplazmadan ayrılanda mən spor əmələ gəlirdi. Mən D-ni götürmüşəm bunun üçün. Yox, bu deyir ki, hüceyrələrində irsi məlumat, yəni xromosom daşıyan strukturları membranla sitoplazmadan ayrılmayan, yəni membransızdır. Nüvəsi yoxdur. Ona görə bu o deməkdir. Sonra cədvələ əsasən x-i müəyyən edin. Bu asan sualdır. Deyir ki, lətlinin quruluşu necədir? Şirəlidir, toxumunun sayı çoxludur. X-i deyir müəyyən elə. X nədir? Gilə meyvədir. Məlum məsələdir.
Qrafikdə lobya bitkisinin bir çiçəyinə məxsus, baxın, bir çiçəyinə məxsus deyir. Hissələr və onların sayı əks olunmuşdur. Hansı fikir doğrudur? Bu gördüyümüz M, bir də L. Ümumiyyətlə çiçək hissələri var, bir də çiçəyin sayı var. Məsəl üçün, belə bir şey deyək. Buradakı M çiçək sayı olsa, tutaq ki 5 deyək. L yumurtalıq sayıdır. Yumurtalıq sayı görürsüz necədir? Çoxdur. Biz bilirik ki, lobyada bir çiçəyində bir dənə dişicik olur. Bir dişicikdə də bir dənə yumurtalıq olur. Deməli, bunlar bir-birinə bərabər olmalı idi. Ona görə səhvdir. B yumurtalıq sayı, M yumurtalıq sayı bu. L isə yumurtacıq ola bilər. Bəli, bilirik ki, lobyanın meyvəsi paxla meyvədir. Paxla meyvədə çox toxumludur. Ona görə cavab olur B variantı. Yəni yumurtacıq sayı yumurtalıq sayından çoxdur. M yumurtacıq sayı, L yumurtalıq sayı. Yumurtalıq yumurtacıqdan heç bir zaman çox ola bilməz. D variantında da M yumurtalıq sayıdır. L çiçək sayıdır. Təbii ki, yumurtalıq sayı M olub, çiçək sayı L ola bilməz. Çünki birində bir dənə olur. Gəldik növbəti hissəmizə. Hansı calaq üsulunda calaqaltıya T şəklində kəsik atılır? Təbii ki, göz zalağı. Bu əzbər sualda dərsliyimizdə var. Hansı bitkiyə aid yarpaq verilməmişdir? Noxud, bax budur. Noxud budur. Atşabaldı budur. Bu da verilib. Çiyələş budur. Amma incəyinin yarpağı verilməyibdir. Cavab olur A. Verilənlərdən hansının əmələ gəlməsində yumurtalıq iştirak edib? Bu gördüyümüz çuğundurun meyvə köküdür, iştirak etməyib. Bu gördüyümüz almadır, iştirak edib. Yəni buna X qoyuruq. Bu iştirak edib. Bu kartofun gövdə yumrusudur, iştirak etməyib. Bu albalı və yaxud da gilasdır. Bu iştirak edib. Yəni meyvədir. Meyvə əmələ gəlməsində yumurtalıq iştirak edir. Bu soğandır. Soğan da iştirak etmir. Yer kökündə iştirak etmir. Cavab 2, 4, B variantı. Sonra gəldik 19. Çiçəkli bitkidə təsvir edilmiş K, N, L, M hissələri ilə bağlı doğru fikri müəyyən edin. K ləçəkdir. Və buraya yazıram. Ləçək. N erkəkciyin tozluğudur. Tozluq yazıram. L L dediyimiz kasa yarpağıdır. M isə nədir? Çiçək saplağıdır. İndi baxaq. Deyir ki, N hissəsində, yəni tozluqda baş verən bütün proseslər K hissəsində də baş verə bilər. Bu səhvdir. Tozluqda tozluq yetişir, onda yetişmir işinə. Gəldik. Bir evli hermafrodit çiçək təsvir edilmişdir. Baxın şəkilə, görürsünüz orada erkəkciyi də var. Bu da nədir? Dişiciyidir. Bəli, bu ola bilər. N hissəsində baş verən proseslərin müxtəlifliyi K, L, M hissəsinə nisbətən daha çoxdur. Bəli, daha çoxdur. Və K hissəsində baş verən proseslər nəticəsində bitkinin dişi qametofiti formalaşır. K haraydı? Yuxarıda baxın. K haradır? Ləçək. Ləçəkdə bitkinin dişi qametofiti formalaşmır. Yanlışdır. Və N hissəsində baş verən proseslər gələcək nəsillərdə müxtəlifliyə səbəb ola bilər. Bəli. Gəldik 20-ci suala. Verilmiş hüceyrə ilə bağlı yanlış fikri müəyyən edin. Bu eritrositdir. Heyvan orqanizminin ixtisaslaşmış hüceyrələridir. Düzdür. Qırmızı qan hüceyrələri və eritrositlər adlanır. Düzdür. Yetkin halda birdən çox nüvəyə malikdir. Düzdür. Bu səhvdir. Birdən çox, ümumiyyətlə nüvəsi yoxdur bunun. Deməli, cavab C-dir. Tərkibində hemoglobin zulanlar rast gəlinir. Düzdür. Keçdik. Növbəti hissəmiz 21. 21-də deyir ki, 21-də deyir ki, hansı strukturlarda yerləşən hüceyrələr gələcək cinsi hüceyrələrə, qametlərə başlanğıc verir? Bu gördüyümüz 3 dişiciyin ağızlığıdır. 4 tozluqdur, üzr istəyirəm. 4 yumurtacıqdır, yumurtalıqdır və yaxud da 2 tozluqdur, 1 ləçəkdir, 5 də kəsə yarpağıdır. Gələcək qametlərə başlanğıc verəcək isə 2 və
4-dür. Cavab D variantı. 22-ci sual göstərilən proses haqqında hansı fikir yanlışdır? Yanlış olan çoxalmaya xidmət edir. Yanlışdır çünki spordur, spor əlverişsiz mühit şəraitindən qorunmağa xidmət edir. 23. Göstərilən təsvirə əsasən aparılan gövdə kəsiyi bitkidə aşağıdakı hadisələrdən hansına səbəb olar? Burada gördüyümüz qabıq qatı çıxarılmış hissə var, bir də oduncaq. Baxın, buradan deyirəm, hər kəs öz dəftərinə qeyd götürsün. Deməli, yadda saxlayırıq ki, bitkinin gövdəsinin qabığı ilə üzvü maddələr hərəkət edir. Bitkinin gövdəsinin qabığı ilə üzvü maddələr hərəkət edir. Gövdənin oduncaq hissəsi ilə su və mineral duzlar hərəkət edir. Deməli, burada baxın bu suala. Deyir ki, kəsiyin aparıldığı andan etibarən fotosintez prosesi dayanar. Yəni, bu kəsiklə əlaqəli deyil, fotosintez, yarpaqla əlaqəlidir. Ona görə səhvdir. Kəsiyin aparıldığı andan etibarən bitki məhv olar. Təbii ki, səhvdir. Yəni, yalnız aşağıya andan etibarən bitki məhv olar, səhvdir. Yəni, bir müddət sonra məhv ola bilər. Çünki yuxarıda yaranan üzvü maddə aşağıya doğru, kökə doğru gələnmir. Niyə? Çünki demişik, bitkinin gövdəsinin qabığı ilə üzvü maddələr hərəkət edir. Üzvü maddə kökə gəlməyincə kök məhv olacaq. Amma həmin andan etibarən yox. Köklərin torpaqdan kifayət qədər su qəbul edə bilməməsinə səbəb olar. Bu da yanlışdır. Kök qəbul edir. Köklərə üzvü maddənin çatdırılmasına mane olar. Təbii ki, budur. Cavab D bəndi. Hüceyrənin faktiki ölçüsü 300 mikrometr, böyüdülmüş ölçüsü 1,5 santimetrdir. Belə eləyirik, 1,5 santimetri 15 millimetrə bərabər eləyirəm. Çünki o 15 millimetrə bərabərdir. 15 millimetri də mikrometrə çevirəndə 15-i vurmalıyam 1000-ə, eləməlidir 15.000 mikrometr. Və faktiki ölçüsü 300-dürsə, mən 15.000 mikrometri bölürəm 300-ə, bərabər eləyir neçə? 50. Bir nəfər yenə də onu səhv yazıbdır. Mən ona 60 dəfə izah eləmişəm, yenə səhv yazır. Elədimi? Düzdürmü? Səsini çıxartmaz. Uyğunluğu müəyyən edin. Uşaqlar, yayılma üsulu heyvanlarla, biz bilirik, cökədir, qovaqdır, zəncirotudur. Bu, küləklə yayılır, yəni 2-yə aiddir A, D, Y. Heyvanlarla yayılır, deməli, at pıtrağı və meşə gilası B, F və su ilə də yayılır qızılağac, cavab D variantı. Uşaqlar, bir dənə tam səmimi fikir bildirin. Sınağa gedənlər heç, getməyənlərdən söhbət gedir. Yəni, sınaq çətindirmi? Bunu yazmaq mümkün deyilmi yəni? Hə, uşaqlar? Yəni, demirəm 25-də 25. Yəni, bir 18-20 dənə yazmaq olar da, düz deyilmi? Yəni, yaxşı, normal təkrar edən uşaq 18-20 yazar. Burada elə bir şey var ki, biz onun üzərində durmamışıq, toxunmamışıq. Məsələn, bax, bir dənə budur. Bax, bir dənə bu. Bundakı kitabdan kənar salıblar. Bunu səhv yazana heç bir şey demirəm mən. Amma yerdə qalan digər şeylərin hamısını keçmişik də. Varmı sual? Yaxşı. İndi bunu o zaman bu paylaşımı bağlayıram. Başqa bir şeyə keçirik.
Deməli, növbəti hissəmizə keçirik. Mən sizə bu gün, indi bu 2-3 dəqiqəmiz var zaten. Bundan sonraki hissəmizdə bir şeylər ayarlamışam, onları eləyəcəyik. Deməli, birinci uşaqlar, bax, yadda saxlayırsınız. Tutaq ki, bax yazıram. Yetkin bitki. Məsəl üçün, yetkin, hətta belə yazaq. Alma ağacı deyək. Ağacının bir kök hüceyrəsi. Yetkin alma ağacının bir kök hüceyrəsi desə də, yarpaq hüceyrəsi desə də, fərqi yoxdur. Gövdə hüceyrəsi desə də, kök, gövdə, yarpaq, çiçək hüceyrəsi desə də, ləçək, kasacıq və s. Hamısını neçə qəbul edirik? 2n. Yox, yetkin alma ağacının yumurta hüceyrəsi desə, bunun yarısıdır. Yəni nədir? N-dir. Yetkin alma ağacının mərkəzi hüceyrəsi desə, neçədir? 2n. Yetkin alma ağacının spermisi desə, n-dir. Başqa bir spermisi desə də yenə neçədir? Ben sana hara yaz size görsənmir, donuşdu. Eləmi? Hə, üzrü say, mən paylaşmamışam. Gördünüz indi? Hə, gördünüz də indi, eləmi? Bəli, bəli. İndi sönə bilər, 10 dəqiqə sonra yenidən link atacağım sizə, yaxşı? Bunu yəqin ki, başa düşdük.